Davam edirik. Reyhanı görən, bilən, tanıyan varsa 050 501 0147 nömrəli telefonumuza zəng etsinlər. Nağıyeva Reyhan Çingiz qızı axtarılır. Mən İrandan Gülxan, mən həqiqətən bu Samirəni görəndə bir anlıq dedim ki, ilahi, kaş ki Gülxanımın bu qadın kimi anası olaydı. Atmadım. Yox, biz inanırıq, sən atmamısan. Bizim dediyimiz, mənim dediyim başqa sözdür, bir dəqiqə. Yaş olanda da Almətdən... Mənim dediyim başqa sözdür. Mən deyirəm ki, kaş ki Gülxanımın sənin kimi anası olaydı. Kaş ki Gülxanım sənin kimi ananın yanında olaydı. Onda baba bugün də olmayacaqdı. Ona təhsil verəydi, ona oxud. Kaş onun özü də ana olardı. Axı o nə gördü ki ana olar? Ay xoş gedəm. Ana görməyən o qədər insanlar var ki, uşaq evlərində böyüyən o qədər adamlar var ki, siz nə danışırsınız? Gülxanım yaxşı olacaq. Vallahi elə hər kəsin yanında ana olmayıbdı ki. Vallahi mən anamı itirəndə yadıma düşmür. O deməkdir ki, hər kəsin yanında ana olmalıdır. İnsanın qanı, geni olmalıdır, əzizim. Mən belə fikirləşirəm. Hər şey yanlış olsun. Yəni özündə günah axtarma, sənin heç bir günahın yoxdur. Bircə dənə uşağın var da. Mikrofonu yaxın. Ver, Çidir, bir də Çiyə gedir, Çinci ailəm var. Onu atası imtina eləyəndə mən saxladım. Dedilər ki, aparat evlatlığı pulla ailə qurub, mən atmadım onu. 10 yaşı olanda Almətdən imtina elədim ki, qız uşaqdır, üzü açılmasın, atasıyla... Mikrofonu yaxın. Mən onu 11 yaşında Almətdən imtina elədim. Neçə yaşı var idi qızın ailə, sən ikinci dəfə ailə quranda? Birinci sinifə gedirdi, özüm yanında Atalıq necə baxırdı ona? Yaxşıdır, bibim oldu, çox yaxşıdır. Hətta daş qaldıranda ona pul göndərib. Çox gözəldir, 100 atadan da o yaxşıdır. Ata kimin, Reyhan ondan razıdır. Bax, sən mənə hər şeyi doğru danış. Yox, razıdır. Hər şey açılacaqdır burada. Gəlmisən bura, həqiqətən zəhmət keçsən, uşağına təhsil vermisən, uşağını oxutmusan, ay bacı, sənə qurban olum, çıxıb kimsə danışana qədər, özün mənə danış, ürəyim partlamaz. Vallahi düzünü deyirəm, mən onu axırı səfər bardan çəkib, polis əlindən aparmışım. Dediyin atası. Atasıyla ayrılmışam, başqa problemə görə. Yox, yoldaşın, ikinci həyat yoldaşın. Yoldaşım, mən qarışmır da, çox vaxt ona çıxır verəmir. Onda atalıq eləməyib də, nətər qarışır? Yox. Deyin ki, uşaq niyə qaçıb? Yəni, birincisi qınıyaraq, deyirsiz... O mənə deyir ki, mən... Qızın da indi adına söz çıxmaq lazımdır, elə bar deyirsiniz, bəlkə də başqa restoranda afisant işləyir, indi biz bilmirik. Yox, o mənə deyir, mən deyir... Burada ekspertlər fikir söyləyirlər, sonra bir şey olar, xanım üzə çıxar ki, mən restoranda afisant işləmişəm, zəhmətimlə pul qazanmışam. Yox, bilirəm, barda işləyib, bilirəm, barda işləyib. Olduğu kimi deyil, nə xanım burada? Yəni, çıxır onsuz bu verilişdə hər şey. Düzdür, bir də bir açıqlama verir, durduq yerə sənə birinci səfər məl qaldırdı o, yoxsa əvvəllər də olmuşdu? Dəfələrlə əl qaldırdı. Dəfələrlə olub, biləmi? Niyə? Hansı yaşında dəfələrlə qaldırmışdı? Əməliyyatdan sonra. Nə əməliyyat? Boğazından əməliyyat oldu. Xanım boğazından əməliyyat olunur. Neçə yaşında əməliyyat olunur? 7-ci sinifdə, 8-ci sinifdən sən əməliyyat olanda əl qaldırıb, Birini oxumuşdum, 2 il xəstə olub. həmin dövrdə əl qaldırıb, Dəfələrlə qaldırıb, sonra müalicə sadələtdirmişəm. Günahı sizdə görübdür, onu da yəqin əməliyyatı görə. Yəqin nəsə eləmişsiniz ona, yox, necə olub ki? Yox, boğazından pasiv kizadan əməliyyat oldu. səbəb nə idi əl qaldırdı? Niyə qaldırdı ki, əl niyə qaldırdı? Nə bilim, ailə qurmaqlıqdır, nə bilim nədir. Hər nədir, qız öz başına olub, gəlib düşüb şəhərə, azad olub, öz başına olub. Ana dövlətində... Nəzarət olmayıb da. Problemlər şəhərdən qabaq olur. 050 501 0147 nömrəli telefonumuza zəng etsinlər. İkili ekranlarda axtarışları görürsünüz dostlar. Görən, bilən, tanıyan varsa bizimlə əlaqə saxlayın. Qaynar xəstlərimiz sosial şəbəkələrdəki hesablarımızla. Gülxanım. Umağa ona görə qaçır. Diyananı xatırlayırsınız. Bir Diyan adlı qız qaçmışdı Gürcüstandan. Uşaqlarını 2 yaşlı, 2 uşağını bağçaya qoyub qaçan qadından. Verin şəkil ekrana. Bu qadını gedib indi Türkiyədədir. Qohumu da zəng eləyib oğlanın qohumu ki, ölüm fərmanını vermişəm. Bu qız mənə sığınıb, məndən kömək istəyir, indi mənimlə görüşmək istəyir. Ailə
o kişini bağlayırsınız efirə. Hə, yəni dayanmadan yığır kişi bu ölüm fərmanını verən. Yoldaşı yox, yoldaşının qohmu, heç yoldaşı ümumiyyətlə yoxdur ortada. Fərmanı verən dayılardır, əmilərdir, nə bilim, kimlərdir. Və Diana məndən kömək istəyib, mənimlə birlikdə uşaqlarını almaq üçün. Salam əleykim. Siz deyirdiniz məni efirə bağlayın Diana ilə bağlı. Nə? Ölüm fərmanından mı danışacaqsınız? Nədən danışacaqsınız? Qadın deyir, mən o ailəyə getmirəm və mənimlə görüşüb, mənimlə danışıb, məndən kömək istəyir, 2 uşağını almaq istəyir ərindən. İndi o xanım, bir dəqiqə dinləyin, onu heç evə gətirən var ki, o istəyir oraya getməyi. Yox, uşağını istəyir, heç o sizin yanınıza gəlmək istəmir. Heç onu gətirən var ki, gələ. Uşağını o necə istəyə bilər? Siz o uşağı atıb gedən qadına necə kömək edə bilərsiniz? Siz onu hələ bir araşdırın, araşdırın, sonra kömək edin. İndi mən də müraciət edəcəm, indi gedəcəm bu yaxınlara. Gürcüstanın parlamentinə. Həmin ifadə görüm. Görüm ona uşaq düşür ya yox. Siz müraciət eləyin, yəni, amma siz kim olursunuz? Mən öldüm, onlar elə uşaqların babası. Yox, babası deyilsiniz. Kim olursunuz onu deyin, babası deyilsiniz. Uşaqların atasının dayısı. Axı uşaqların atasının dayısı, əmisi, bibisinin bu ailə məsələsində nə işi var? Biz bir ailəyik. Siz bir ailə ola bilərsiniz, amma bu məsələdə sizin rolunuz orada hardadır? Uşağın atası hanı? Uşağın nənəsi hanı? Uşağın babası hanı ki, dayı durub burada ölüm fərmanı verir? Mən ki, sizə uşağın atasının telefonunu göndərmişəm. Siz yox. Mən göndərmişəm. Siz yox. O özü zəng eləyib. Deməlidir ki, məni efirə bağla. Xoşadam xanım, sizə müraciət eləyən insanı siz studiya niyə dəvət eləmişsiniz? Bəlkə ona kiminsə sualı var. Buyur, dəvət eləyirəm. Buyur, gəl. Yox, sizə kim müraciət eləyib axtarışa? Niyə dəvət eləmişsiniz? Axtarışa müraciət edən şəxs Türkiyədə yaşayır. Onu çağırın studiyaya. Onun alın biletini gəlsin. Hə? Kimdir? Sizə nə var? Mən biletini alın gəlsin. Yox, adını deyin alın. Belə şey olar. Bu nə deməkdir? Bunlar bir xoşgədəm görübdülər burada. Alsın biletini gətirsin. Özün gəl. Sən bir dəqiqə. Ay dayı. Dayısınız da, düzdürmü? Deyirsiniz ki, gedəcəm parlamentə. Parlamentə getmədən öncə gəl bura, axtar, tap bu sualları ver, sonra da get uşağı al. Oturmuşsunuz Rusiyadan, sifariş verirsiniz mənə. Xoşadam xanım, siz dinləməyi bacarırsınız. Necə? Dinləməyi bacarırsınız. Yox, bacarmıram. Siz məni öyrədin, buyurun. Öyrətmirəm, mən soruşuram. Deyirəm ki, buyurun, mən də dedim öyrədin, buyurun. Şair qəşəng yazıb. Deyir, özü insan olanın nəsli də insan olar. Anası canan olanın, balası da cananan olar. İndi siz qarşı tərəfi təhqir eləyirsiniz də bu sözlərlə. Mən indi dedim sözümü də, indi onu özdə kimə çatır özü götürsün üstünə. Sizə bir sual verim. Buyuruz, mən dinləməyi bacarıram. 2 uşağın ikisi də oğlandır. Bəli. Siz indi o nə qədər eləsəniz də uşağı hətta onun analıq hüququndan məhrum etsəniz o qadını. Amma o uşaqları sual verəndə ki, bu uşaqlar kimdir anası, deyəcəkdir Diana. Siz bir qadını, bir o uşaqların anasını hal-hazırda burada aşağılara çəkirsiniz. Bu isə nə ümumiyyətlə sizə, kişiyə heç yaraşmaz.
Hər bir insanın evində söz, söhbət, bu cür şeylər olar. Hətta daha pis şeylər də ola bilər. Amma bunu sizin belə çıxıb o uşaqların anasının bu şəkildə alçatmaq, nənəsini bu şəkildə alçatmaq sizə yaraşmaz. Ən azı o uşaqlara görə yaraşmaz. Pis idi, mən sizə sual verirəm. Siz belə bacınızın oğluna bu pis dediyiniz qadının qızını niyə aldınız? Onu biz olmadı. Özləri verdilər. Mən heç o toya getmədim. Mən heç o toyda olmadım. Qızı zorla aparıb verdilər. Bəli, siz bir araşdırın da, bir araşdırın. Aydın, mən araşdıracağım. Diana mənə müraciət eləyib. Onunla mənim görüşüm var. O qadını mən dinləyəcəm. Bütün olanları söz verirəm sizə ki, birinci gün buradan izləyəcəksiniz. 16 yaşında Diana ərə gedir. 16 yaşında. Diana da budur Türkiyədə. Sevindirici haldır ki, bir dayı necə onun arxasında dayanır. Bəzən heç ata, ana, baba heç yaxın durmur evladına. Amma görün, bir dayı necə onun nəvələrin deyir, babasıyam, arxasında dayanıbdır. Vallahi mən burada Gülxanımın gene o Fatma cicimlə stat gətirəcəm. Gülxanımın anasına yalvarırdım ki, nəvələrinin yanında saxla. Heç bugün hardadır Gülxanımın anası? Hə, ailə burada, o da getdi də, o da Gülxanımla bərabər o da ərə getdi. Mən məhəttəl qalmışam, ay Mətanət xanım. Niyə? Ay Gülxanım, niyə çəkilməsin? Burada müzakirə olunubdu da. Gülxanım, anam bugün sənin yanında olmalı. Xeyr, neynəməlidir ya? Ana nə qədər Sənin yanında məndən başqa heç kəs yoxdur. Yox, anam- Bugün ata deyir ki, getsin Rəşad baxsın. Ana isə ümumiyyətlə ortada Niyə yoxdur. ataya siz Rəşadın məsuliyyəti götürmüsünüz üstünüzə atırsa anamın üstünə? Niyə? Bu da mənim yaxşılığım. Yox, xoşqədəm xanım, ana niyə eləməlidir? da. Yox, bura Rəşadı çağırmırsınız ana ata. Niyə ana ata? Xeyr, mənim anamı burada, anam gedib... Rəşad niyə gəlsin bura? Anam niyə gəlsin onda? Anan sən onun qızısan Xeyr, Gülxanım. anam ailə qurub istəmirəm. Mənim Xoş anamın gələn ailəsində xanım, problem o yaransın. anasının qızıdır. O Gülxanım, anasının sənin qızıdır. anan sənin yanında olmalıdır. Sənin yanında olmalıdır. Anan sənə sahib çıxmalıdır. Anan sənin bu çətin anı, görürsən ananı gəlib burada ağlayıb, qızını axtarır. Deyir ki, Ona əl kim qaldıran, günahı- ona əl qaldıran Onu qızı. döyən, əl qaldıran. Ailə qurub gedib, ana neynəməlidir? Qızım ailə qrup nə olsun? Ailə quran kişiyə görmür ki, onun Gülxanım adlı bir qızı var və bu vəziyyətdədir. O kişiyə mən səslənirəm. O qadını necə sevirsən ki, onun qızı, onun 9 ay bətnində gəzdirdiyi qızı bu vəziyyətdədir və sən rahat şəkildə oturub o qadına həyat yoldaşım deyirsən. Gəl çıx ortaya, bu qızı götür, denəm mən buna sahib çıxıram. Mətanət, mən səni qəbul etdiyim kimi Gülxanıma da sahib çıxıram. Atalıq elə bu qıza. Onun atası ondan imtina elədi. Əgər o qadını sevirsənsə, insan, kişi və ya qadın birini sevirsə, onun övladını da sevməlidir. Onun övladını da qəbul etməlidir. Qısa bir ara verək, bəlkə nə bilim, nədir? Mətanətin ikinci həyat yoldaşının adı nədir? Mən heç Bilmirsən? bilmirəm, heç lazım da deyil, heç kömək də istəmirəm. Mən o kömək istəyirəm ondan. Siz deyin mənə lazım, mən istəmirəm. Mən kömək istəyirəm. Qısa bir ara verək və bu arada Reyhandan xəbəri olanlar 050 501 01 47-yə zəng edin. Qısa bir ara veririk.